Aba, abaqa, abaqay, abanuz, apa, ata, atamocazdır. Atabək, Atabəy, yaman Ətabək, Atabay formunda bunlar mocazdılar. Ataman mocazdır. Atay, Atayman, Atlı, Atun. Atlı bir anlamı ki, atı olan bir şəxsdir. O yox, o biri mənisi ki, məşhurdur, həmin adlıdır. Türk dilində d vəti bir-birinin yerinə gəlir bəzən. Burada həmin adlı adıdır. Adlı formu ilə mocazdır. Atıq, Atila, Acar, Acaröz, Acarsoy, Acarman. Bu mənisi çox gözəldir. Acay, Aclan, Acunal, Aça, Açaliya, Açqıngül, Açıq, Açıqəl, Açıqgül, Açıqgün, Ada, qızlar üçün mocazdır. Adar, Adaş mocazdır. Adaq, Adal, Adalan mocazdır. Aday, Adsay, Adsay fikrim alan olub, bəli, mocaz deyir, listidə yoxdur. Adlan, bu da mocazdır. Adli də mocazdır. Adlim, Adlım, əlbəttə düz tələffüz edəcək. Adlı, adlım. Ad